Hər günüm eyni həyəcanla başlayır. Kitablarımı, dərs vəsaitlərimi çantama yığıram. Bu yol Göygöldən Tovuza qədər uzanan yol mənim müəllimlik həyatımın sevincidir. Hər dəfə yola düşən zaman bir şeyi düşünürəm. Bu yol məsafələri aşmaq yox, şagirdlərimin gələcəyinə işıq aparmaq yoludur. Mən Zamin Məmmədov, 28 iyul 1987-ci ildə Göygöl rayonunun Üstəpə kəndində dünyaya gəlmişəm. Uşaqlığım kəndimizin sadə həyətində məktəbin sinif otaqlarında keçib. İlk təhsilimi də həmin kəndin məktəbində aldım. O illərdə müəllimlərim mənim üçün yalnız dərs deyən insanlar deyildi. Onlar həyat yolumun işığı oldular. Ağdaş Dövlət Humanitar Kollecində ingilis dili müəllimi üzrə oxudum. Təhsil illərində beynimdə bir fikir vardı. Hər uşaq yaxşı təhsilə, diqqətə və qayğıya layiqdir. Təhsilimi başa vurduqdan sonra müəllim kimi ilk addımlarımı Daşkəsən rayonunun Alaxançallı kənd məktəbində atdım. O məktəbin kiçik sinif otaqları, sadə imkanları mənim üçün böyük bir həyat məktəbi oldu. Sonra yolum məni Xocalı rayon Əli Kərim adına Başkənd tam orta məktəbinə apardı. Həmin illərdə mən eyni zamanda başqa sahələrdə də işlədim. Texniki tərcüməçi, menecer. Amma qəlbimin bir ucu həmişə məktəbdə, şagirdlərimdə idi. Çünki müəllimlik bir peşədən çox ömürlük bir yol seçimi idi. 2015-ci ildən sonra yenidən Göygölün və Daşkəsənin məktəblərində çalışdım. Hər yeni məktəb, hər yeni şagird mənim həyatımda bir səhifə oldu. Mənə görə müəllim olmaq insan yetişdirməkdir. Şagirdlərimə hər zaman deyirəm, dil öyrənmək sizə yeni dünyanın qapısını açacaq. Amma əsl güc dürüstlükdədir, zəhmətdədir və insanlıqdadır. Skautlıq isə həyatımın başqa bir parçasıdır. Mən Azərbaycan Skaut Assosiasiyasının üzvü liderlərindən biriyəm. Bu illər ərzində saysız hesabsız düşərgələrdə dəstə lideri, qrup rəhbəri olmuşam. Polşada liderlik təlimində iştirak etdim, beynəlxalq dostluqlar qurdum. 2019-cu ildə İsmailidə keçirilən Wonderland Skaut düşərgəsinin rəhbərlik etdim və bu mənim üçün çox möhtəşəm bir təcrübə oldu. İngiltərə Skaut mərkəzində təlimatçı olaraq bir müddət çalışdım. Skaut hərəkatında olmaq mənə göstərdi ki, uşaqlarla təkcə dərs otağında yox, həm də məktəbin birlik və dostluq içində həyat dərsi vermək olduğunu bir daha anlattı mənə. Mən dərslərimi qurarkən müasir metodlardan, yeni təlim üsullarından istifadə etməyə çalışıram. Çünki bu günün şagirdi sabahın gələcəyidir. Müəllimlik məsuliyyət tələb edir. Müəllim hər addımında nümunə olmalıdır. Sinifdə də, həyatda da. Ədalətli, diqqətli, tolerant olmalıdır. Çünki uşaqlar bizə baxaraq öyrənirlər. Hər gün uzun yolu qət edib, Tovuza gəlsəm də bu yol məni heç vaxt yormur. Çünki məktəbin həyatında şagirdlərin gülüşünü, onların good morning teacher səsi ilə məni səsləmələrini eşitmək mənim üçün böyük bir xoşbəxtlikdir. Mən bilirəm ki, bu uşaqların gələcəyi üçün sərf olunan hər bir dəqiqə mənasız deyil. Onlar böyüyəcəklər və vətənimiz üçün layiqli evlatlar olacaqlar. Mən isə bir müəllim kimi ən böyük xoşbəxtliyim odur ki, bu yolun bir parçasıyam. Mənim adım Zamin Məmmədovdur. Mən müəlliməm. Mənim yolum insan yetişdirmək yoludur. Bir dənə də ulduz qoyaq. Bir gün sənin bəxtin gətirəm.